Samir qardaş arzusuna çatdı, amma mən sizə bugün şor qiymətinə Hyundai Elantra təklif edim. Şor qiymətinə. Özdə necə vəziyyətdə? Bax. Söhbət bu 2018 alış, 2017 birkasında. Tərtəmiz Bakıda da 2017 çıxacaq. Sən əgər axtarırsan, ucuz olsun, belə sərfəli qiymətə Hyundai Elantra olsun, bundan sərfəli qiymətə inanıram sən tapmayacaq. Lüku var. Açarsız daxil olması var. Arxa görüntü kamerası, zolaq tanıması, avtomat karıbqası, parça salondu. Yəni, maşın sürülən maşındır. Amerikankadır, start-stoplu da, üstünlüyə baxın siz. Yəni, bunları vurğulayıram ki, gəlib sifarişinizi verəndə sonra deməyin ki, məlumatım olmadı. Sən dədəyin bax, canı, buna bax. Bu oturacaq qızdırıcısıdır. Bilmirəm, bu yaxında bir izləyici yazdı ki, mənə həm parça salon olsun, həm də oturacaq qızdırıcısı olsun. Tapmışam, sən istəyən bir şeydir. Avtomat karıbqa, start-stoplu. Yəni, belə bir vəziyyətdə avtomobilin əyərbəki belə atmayıb, əgər sizə maşının keçmiş tarixi lazım olsa, VIN-i göstərirəm. Baxın, bu da avtomobilin VIN kodu. Tam, yəni arxivinə baxırsan, bəyəndin, dayanma. Dur, gəl, cibində sənin maşını Bakıya, Bakı təhvil çatdırılma daxil 4800 dollarla, bəli, götürəcəksən, xeyirli sənədləşdirəcəksən. 2 motor Dodge. Bakıda da 2017 çıxacaq. Necə deyərlər, yavaş-yavaş da Moskva birdən qurulmayıb ki, bugün bunu alarsan, 1 il sonra, 2 il sonra başqasını alıb sürərsən. Əsas odur ki, yəni diqqətli olmağınızdır ki, bugün sizə hansı qiymətə biz maşın təklif edirik. Ucuz, sərfəli maşın istəyənlər, hamınızı gözləyirəm. Maraqlıdırsa, səhifədə nömrəmiz qeyd olunub və yaxud da real mənimlə birbaşa əlaqəyə keçmək istəyənlər direktə yazsın, TikTokda mən varam, gözləyirəm.